Prezidentin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında 14 iyun 2023-cü il tarixli fərmanının icrasına başlandığı dövrdən noyabrın 1-nədək 20 minə yaxın müraciət daxil olub. İstismara qəbul olunan 5158 obyektdən 4145 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Hüquq sahibləri elektron çıxarışlarla təmin edilib. Çıxarışlarla təmin edilən obyektlər paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edir. Sözü gedən fərman, tikinti quraşdırma işləri 2023-cü ilin iyunun 1-nədək başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektləri əhatə edir. Bu cür obyektlər üzrə sənədlərin qəbulu prosesi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırda davam edir. Bu müddət 1 yanvar 2026-cı il tarixinə başa çatır və həmin tarixdən sonra qeyd olunmuş obyektlərlə bağlı müraciətlər qəbul olunmayacaqdır. Qeyd edim ki, qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Eləcə də həmin obyektlərin gələcəkdə qanun çərçivəsində istismarının təmin edilməsi baxımından sözü gedən prosedur xüsusi önəm kəsb edir. Ölkə başçısının obyektlərin sənədləşdirməsi ilə bağlı fərmanı oldu. Biz də bunu eşitdik, obyektimizi sənədləşdirmək üçün müraciət etdik. Qısa zamanda çıxarışımızı aldıq. Bu bizə obyektimizi sığortalamaq, icarə vermək hüququ verir. Uzun illərdir ki, tikinti sektorunda çalışıram. Hal-hazırda gördüyünüz obyektimizin sənədi yox idi. Dəfələrlə müraciət etmişdik, alınmırdı. Prezidentimizin fərmanından sonra biz də müraciət etdik və sənədlərimizi qaydasına saldıq. Hal-hazırda obyektimizin sənədləri var. Digər obyekt sahiblərinə də tövsiyə edirik ki, bu fərmandan istifadə edib öz obyektlərinə sənəd düzəltsinlər. Obyektli işlədirik, neçə illərdir və sənəd düzəltməyə çalışırdıq. Çətinliklər çəkirdik və prezidentin fərmanını eşitdik və biz də müraciətimizi bildirdik. Tez bir müddətdə sənədimizi aldıq və bütün sahibkarlara da bundan yararlanmağı tövsiyə edilirəm. Sözü gedən fərmanda edilən dəyişikliyə əsasən bu cür obyekt sahibləri 1 yanvar 2026-cı ilədək tələb olunan sənədlərlə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.